Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən avtobus qəzaya düşüb. 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə gecə saat 3 radələrində qeydə alınıb. Xaldan Şəki-Zaqatala yolunun Yevlax rayonunun Xanabad kəndindən keçən 9-cu kilometrliyində Bakı şəhər sakini Bəşarət Qocayevin idarə etdiyi Mercedes markalı avtobus idarəetməni itirdiyi üçün onu aşırıb. İlkin ehtimallara görə hadisənin baş verməsinə səbəb yolda təmir işlərinin aparılması olub. Belə ki, yol şəraitini düzgün qiymətləndirə bilməyən sürücü nəqliyyat vasitəsini yol kənarında park etmək istəyən vaxt avtobusu aşırıb. Məsələ ilə bağlı təbibdən bildirildi ki, 5-i qadın, 3-ü kişi olmaqla xəsarət alan 8 nəfər Şəki rayon mərkəzi xəstəxanasının təcili və təxirə salınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Xəstəxanaya daxil olan şəxslərin hamısına lazımi ilkin tibbi yardım göstərilib. Xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 16.04.2025-ci il saat 06:10 radələrində yol nəqliyyat hadisəsi nəticəsində Şəki rayon mərkəzi xəstəxanasına 8 nəfər şəxs hospitalizasiya olunmuşdur. Daxil olarkən xəstələrin vəziyyəti çarx olaraq dəyərləndirilib, ilkin tibbi yardım göstərilmiş və ambulator müalicə üçün evlərinə yola salınmışdır. Qeyd edək ki, faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.